Əziz Emin Ağalovun oğlunun burger yerinə gedənlər. 3-cü dəfədir videonu çəkirəm. Bir də $20 zakaz götürdüm. Üstünə də bir dənə də necə sənəsə $15 zakaz atdıq. Qarşı 20 dəqiqəyə $35 zakaz götürmüşəm. O burger yerinə gedənlər var. Belə özlərinin yaşlı başladılar. Həyat hekayələri var. Baxma. Həyat təcrübələri var. Özlərin doğuşan kimi aparırlar. Görəndə əriyirlər, zadırlar. Hala komentariyalarda əriyənlər deyirəm. Ay Allah sən. Biri hala dua edirdi orada. O gün olsun şəbəkələri böyüdəsən. Güya dua edir də bu. Yəni istəsə sənə evindən çıxardarı. O gün olsun daha çox şəbəkə açırsan. Çox yoxdur pullar. Ay. Azərbaycan onlarındır. Heç kəsin deyil Azərbaycan. Onlarındır. Bura bağlıdır ki ona görə. Ona görə $35. What the fuck? How's going? How's going on, sir? O polis idi danışdığım. Gördünüz? Belə how's going on, sir? Sir deyil mən. Sir bilsə nədir? Müddür deməkdir. Hörmət əlaməti olur. İnsana belə deyil. Sir. Hər nəsə. Necəsiz? Vəziyyət necədir cəlbətsiz? Bu həftə sonunda Harvardın qabağını bağlayıblar. İnsanlar nəsə edir orada bilmirəm. Hər nəsə. Belə qəribədir dünya, qardaş. Əzilib büzülürsünüz. Ay Emin Ağalovun oğlu! Burger yemin ziyandır, küçüklər. Siz nə poxsuz axı burger yiyorsunuz, hə? Sizin ağzınıza burger yaraşır sizin, la. Nə poxsuz siz burger yiyorsunuz. Ay 13 manata işləyənlər. Hə? Kimsiniz siz ala burger yiyorsunuz? Hə? Siz məxsusunu döner yiyebilirsiniz. Burger zat nədir? Bu kadar qudurdunuz siz. 13 manata. Ala mən burada burgeri $2, $3 aldım. O kadar qudurdunuz. O kadar pahalı şeye qiymətə. Qalatdınız elə poxuzuyun oturun yerinizdə. Gedirlər özlərine bala. Ay Allah. Yaşlı başlı adamlar reklam edirlər. 9 da çatmır, getməyəsiniz. Getməyə bilərsən, davet eləyirsən. Getməyə bilərsən, hə? Həmin günü anan belə ölsə gələ gedəsən. Çünkü getməsən, sağ olan ananı öldürərlər. Azad olmayan ölkədə qul kimi yaşayan insanlar. Burada Pinokyo pizzadır. Bura. Görə bilərsiniz. Harvardın böyründə də o bir tərəf Harvarddır. Burada Harvardda oxuyan bütün milyonsuzlar zatlar burada pizza yeyiblər. Qısa olaraq belə içindəki şəkillərdə siz girin göstərim sizə. Çox maraqlıdır. Burada divarda bütün milyonsuzlar zatların şəkilləri zadı var. Harvardda bitirənlərin zatları. Buralara gəlirlər. Divarlarda şəkillər var. Basketbolçular zatları, idmansılar. Burada həmişə yəni pizza yeyiblər. Universitet oxuyan dönəmlərində də olur. Misal üçün bax.